Teşekkürler Fəzələ, çox sağ ol, minnətdarıq, çox gözəl ifadə və dostunuzun yazdığı sözlərdir. Bəli, qeyd edeyim ki, bunun da yəni musiqisi Rəhman Kərimli də aiddir. Bəli. Və gözəl dostumuz olan Mehmet Postalı, yəni bizim Türk şairidir bu. Onun sözlərinə aiddir. Sözləri də onunkidir. Mehmet Postalınındır. Aha, lap yaxşı. Fəzalət bəy, ümumiyyətlə, gəlin biraz da elə ansambldan danışaq. Ansamblda kimin işindən daha çox razısınız? Maşallah olsun, hamısı yaxşıdır. Bəlkə bir təqdim edəsiniz, Olar. tanımadım. Qoy mən icazə olarsa durum ayaq üstə təqdim edeyim bunları. Yəni tanıyırsınızmı Fəzələ? Yəni söylədik təzə Elə- yeni ansambıldır. Elə- Buradan üzvlərindən kimsə yaddan çıxar. Elə də yox, elə. Üzdən tanıyıram, çox Üzdən tanıyırsan. Ya da bu kifayət edər üzdən tanıyırsan da sən. gözəl bir zarafat oldu. Mən ilk öncə bir dənə təbrik var. İcazə verərsinizsə onu Buyurun. deyərəm. Bizim yəni bu günləri sintisat salamımız Əhməd müəllimin qardaş uşağının ad günüdür. Təbrik edirik. Təbrik eləyirik onu. 15 yaş tamam olur. İnşallah gün o gün olsun toyunda, nə bilim 100 illiyin qeyd eləyək. Da indi onu biz görmərik. Atası, anası, valideynləri yəni öz sevənləri ilə bir yerdə. Təşəkkür Nemət ederim. qardaşımız. Qeyd edelim ki, adı da Nemət. Ver mikrofonu zəhmət olmasa. Qardaşımızın adı nədir? Əhməd. Əhməd. Ver Əhmədə mikrofonu zəhmət olmasa. Əhməd, maşallah Fəzalət kimi canlı, cüssəli, gözəl oğlansan. Buyur özünü təqdim et. Buyur. Yox, yox, ver mikrofonu mənə. Burada danışmamalı nə var ki? Qardaşınızın övladının bugün ad günüdür. Təbrik edirəm. Təbrik Mən qardaşım, edirik. evladım Neymətə təbrik edirəm. Böyük kişilərdən olsun, Amin. umur gün olsun, instituta qəbul olsun. Amin. Əsgərliyin getsin, çəksin, gəlsin. Böyük toy eləyək. Amin inşallah. Hər adam bu cür danışa bilmir. Etiraf etmək lazımdır həqiqətən də. Maşallah, əhsən. Mən müəllim icazə verin Buyurun. bir dənə musiqiçilərimizi də təqdim Buyurun. edim sizlərə. Yəni bu tanımayanlar da tanısınlar. Gitarada da Əhməd qardaşımızdır, Əhməd Asifoğludur. Yəni həm də bu dəstənin konsertmeysteridir bu kişi. Bəli. Əhməd sintezatorda yenə Əhməddir. Bəli. Ya bütün Əhmədləri Gözəl. yığmısınız Fəzalət. Gözəl klavişdə yəni gözəl qardaşımız İlham qardaşımızdır. Fərid qardaşımızdır qarmonda və bizim gözəl qızılbarmaq Totu qardaşımızdır. Elə Totu deyil, əsl adı Toğruldur. Aha. Və Rövşən müəllimdəki yəni bizim gözəl bir sənətkarımızdır. Udarnik alətində yəni ifa eləyir. Həm də ki onu bir dənə şeyi qeyd edeyim ki, Rövşən müəllim bu yaxınlarda yəni prezidentdən gözəl bir mükafat alıb. İlham Əliyev şəxsən Bərdəyə özü gələndə, Bərdədə yəni Rövşən müəllimin çıxışı oldu. Bir halda alıbsa, deməli danışacaq. Nə olmusunuz? Nə olub bu? Buyur, mikrofonu zəhmət olmasa özün götür. Hamınızı salamlayıram. Biraz yaxın dur zəhmət olmasa. Hamınızı salamlayıram. Onun mükafatı bizim üçün, onunla görüşmüş bizim üçün ən böyük mükafatdır. Bəli. Nə üçün bu mükafatı sənə təqdim etdilər? Niyə məhz sənə? Qarabağ şikəstəsi oxudular. Rövşən Bəli. müəllim də orada. Buyur özü Bəli. danışsın. Fəzalət, bir dəqiqə üzr istəyirəm. Mikrofonu yaxın tut danış. İfaçılığımıza görə, bəli. Aha. Sağ olsun elə. Mükafatda nə qeyd olunub? Mükafatda bizim üçün elə bir ən maraqlı odur ki, Bəli. elə onunla görüşmək bizim üçün ən böyük mükafatdır. Bəli. Ardında Fəzalət söyləyəcək. Buyur. Təşəkkür edirik. Fəzalət, ardında sən söyləyəcəksən təbii ki. Rövşən müəllim biraz təvəzzükar insandır. Qoy mən deyim də nə alıb. Yəni Rövşən müəllimə prezident yəni medal da verib. Bəli. Gözəl çıxışına görə. Bir də ki, yəni Bərdədə qabaqcıl musiqiçilərdən yəni tapşırıb veribdi ki, yəni gözəl musiqiçiləri qabaq. Yəni Bərdədə çox musiqiçilər gözəldir. Yəni ümumiyyətlə yaxşı musiqiçilər çoxdur. Yəni qeyd eləyibdi ki, yəni Rövşən müəllimi nəzərdə elə bil. Yəni Diqqətə saxlamaq lazımdır. Diqqətə saxlamaq və yəni təbii ki, qabaqcıl musiqiçi kimi. təbii ki, Rövşən əgər bu mükafatı almısınızsa, deməli daha gözəl çalışmaq lazımdır, gecəni gündüzə qatmaq lazımdır. Bu həqiqətən də mükafata layiq olduğun üçün sənə təqdim ediblərsə, deməli zirvələr fəth etməlisən. Təbii ki, hər musiqiçiyə bu mükafat belə deyək təqdim olunur. Gəncsən, istedadlısan və sənin gələcəyin qabaqdadır. Rövşən müəllim yəni qeyd edim ki, prezidentin qarşısında yəni Qarabağ ritmik muğam Qarabağ şikəstəsi Bəli. ifa eləyiblər. Rövşən müəllim də oradan yəni nağara ifa eləyibdi. Bəli. Ona görə də yəni Rövşən müəllim deyir. Təşəkkürümüzü bildiririk təbii ki. Fürsətdən istifadə edirik, təbrik edirik. Biz də bir daha təbrik edirik Rövşən və sənə bol-bol uğurlar, nailiyyətlər arzu edirik və bu gün artıq musiqiçilərimiz gənc nəslin nümayəndələridir.
Fəzalət. Təbii ki, onlar əyləşirlər, artıq müəyyən öz əllərində çalışırlar və daha qabaqçı sənətkarlardan olmaq üçün səy göstərirlər və artıq musiqiçilərin barmaqlarının gözəlliyi, onların pərdələr üzərində belə deyə bir naxış, bir ilmə toxumaları həqiqətən də insanın qəlbini ovudur və bu cür musiqiçilərə dəyər vermək lazımdır, bu cür musiqiçiləri dəyərləndirmək lazımdır. Hər birinizə bir daha minnətdarlığımızı bildiririk. Ən əsas da kənarda olan istedadlar var ki, məsələn, onları üzə çıxarmaq lazımdır. Bəli. Onları daimlə göz önünə çıxartmaq lazımdır. Belə deyək də, dəyərləndirmək vacib məsələlərdəndir. Bəli. Maliş, mikrofonu götür zəhmət olmasam. Bugün sən də el şənliklərində olursan. Bugün artıq toya gələn, düyünə gələn insanları necə deyirlər, razı salmaq üçün nə edirsən ilk növbədə? Birinci növbədə yeni söz lazımdır. Təzə söz. İkinci, söz ehtiyatının çoxluğu lazımdır. Üçüncüsü, məclisi siz necə ki efiri senariləşdirirsiniz, məclis də senariləşdirilir. Bizim qəlbimizdə yəni. Kim kiminlə sonra olacaq, məsələn, kim tələsir, onu qabağa salmaq lazımdır. Belə senariləşdirib Ən çətin məqam hansıdır? Ən çətin məqam onu senariləşdirmək. Və daha sonra ardıcıllıqla davam etdirmək yəni ən asan yoldurmu? Ardıcıllıqla davam etdirmək. Və təbii ki, bilirik ki, şənliklərində insanlar olurlar, gəlirlər əhlihal olmaq üçün, bir balaca xumarlanırlar və onlarla bir dialoq qurmaq, bir ünsiyyət qurmaq nə dərəcədə öhdəsindən gəlirsiniz? Ən çətin odur ki, toy elə bir yerdir ki, orada hər cür publika olur. Orada ziyalı da olur, orada fəhlə də olur, orada musiqiçi də olur, orada musiqidən xəbər olmayan adam da olur, orada sözə qiymət verən adam da olur, orada sözdən xoşu gəlməyən adam da olur. Ona görə bütün elə qurmaq lazımdır ki, hamı razı qalsın səndən. Ya çox muğama yer verib, ya çox şeirə yer verib, kimisə yormaq olmaz. Və yaxud da ki, kimsə şeir istəyir, sən də şeir demirsən. Söz gözləyir, demirsən. Belə şeyləri nəzərə almaq lazımdır. Təbii, Malik, təsəvvür et, artıq çox gözəl şeirə başlamısan, ancaq dinləyən yoxdur. Nə edirsən o zaman? Olur da, yəni insanlar baş qarışır, bir-birlərinə dərdləri açır, elə bil neçə illərdir bir-birlərini görmürlər, söhbət edirlər, biraz meyxoşluq olan zamanda isə insanlar nədənsə öz aləmlərində olur. O zaman nə edirsən? Orada birinci növbədə aparıcının sözü güclü olmalıdır. Ki, mümkün deyil ki, o boyda, yəni publika qarşısında bir nəfər o sözə qiymət verən olmasın. Bu mümkün deyil. Ona görə orada aparıcının bir nömrədə söz ehtiyatı güclü olmalıdır. Və elə isə səndən bir şeir alaq, musiqiçilərimiz də sakit dayansın da. Buyur. Könül, ahu fəqan etmə. Nəfəsdir bu, gedər, gəlməz. Könül, ahu fəqan etmə, nəfəsdir bu, gedər, gəlməz. Nədir bu qüssələr, qəmlər? Əbəsdir bu, gedər, gəlməz. Əgər məşuqələr eşqi virandır zövq-ü şövqündə, qənimət bil bu dəmlərdən, həvəsdir bu, gedər, gəlməz. Fəzai eşqidə min deyərlər kim nəvalər var. Ne üçün sən eşitməzsən, nə səsdir bu, gedər, gəlməz. Şərab-ı nabə meyl etmə, İçib məsti, xumar olma. Görənlər qoy deməsinlər, məstdir bu, gedər, gəlməz. Gedər gəlməz rədifindən nədir mətləb sənə hacı? Gələnlər getmək üçündür, dibəsdir bu, gedər gəlməz. Təşəkkür edirik Malik, çox sağ ol. Təşəkkür edirəm, minnətdaram. Eləmək istəyərdim ki, Fəzalət bəydən bu məqamda gözəl bir ifa gəlsin, onu eşidək. Nə olacaq Fəzalət müəllim? Bu da yəni canlı musiqi olacaqdı. Gözəl sənətkarımız, yəni mən deyərdim ki, həqiqətən də onda yəni öz dəst xətti ilə seçilən bir sənətkar olubdu. Məhəbbət Kazımov, Allah rəhmət eləsin. Bəli, amin. Məhəbbət Kazımovun repertuarındandır. İndən belə o gözlərə baxmaram. Ardınca da yenə bir ölməz sənətkarımızdır. O da Vidadı Bərdəlinin yəni gözəl bir musiqisi olacaq. Buyur. Gəlsin mahnımız. Buyurun dinləyin.
senin her gözünden bir gülüş, biri tutkun, biri çılgın bürkülüş. Bugün senin her gözünden bir gülüş, biri tutkun, biri çılgın bürkülüyor. Bakıyor şınlayan yan bakışlar bükülüyor. İllen bileyim o gözlere bakmaraya. İllen bileyim o gözlere bakıyor şınlayan yan bakışlar bükülüyor. İllen bileyim o gözlere bakmaraya. İllen bileyim o gözlere bakmaraya. O gözlere Nisbi dönüyorsun tufanın olsa da, son ümidim son cümalın olsa da. Nisbi dönüyorsun tufanın olsa da, son ümidim son cümalın olsa da. Gün dağlanıyor, gün batanıyor olsa da. İllen bileyim o gözlere bakmarım. İllen bileyim o gözlere bakmarım. Gün dağlanıyor, gün batanıyor olsa da. İllen bileyim o gözlere bakmarım. O gözlere, o gözlere bakmarım. O gözlere, o gözlere, o gözlere bakmarım. İllen bileyim o gözlere bakmarım. Yine hatırına kimler sokuldu? Ay benim sitemli belalı könlüm. Yine hatırına kimler sokuldu ya? Ay benim sitemli belalı könlüm. Ezelden nesibiyen ahuzar oldu. Ezelden nasibin ahuzar oldum. Ay benim oklamış yaralı könlüm. Ay benim belalı könlüm. Ay Allah, ay benim oklamış yaralı könlüm.
dönmek istedim, sense dönmedin.